Herkese selamlar dostlar. Uzun bir aradan sonra yine Street Pro ile sizlerleyim. Bugün neler geldi dostlar oyuna? Yeni bir tane güncelleme geldi. İlk başta görmüştünüz. Hadi dedim ki bu oyuna niye güncelleme gelmir? Axır ki bu oyuna bir tane yaşat güncelleme geldi. Bizim yanında deyiləcək şimdi reklam başladı durmaya. 3 tane yeni maşın geldi. Bunların hamısı bir Mercedes. Burada bir Mercedes Sprinter var. Bura bakın. Bu gəldi oyuna. Ana da bu da. Elə bir ki bir tane 3 tane Mercedes çağırdı. 3 tane Mercedes. Bir 400 çağırdı. Ben ne kadar 400 Mercedesler sürürüm bu ara. Bir de oyuna bu geldi. Azerbaycanımızda ülkemizde olan maşın geldi bize. Bu neçədir oyunda? 110 minə. Bunları almaq üçün çox çalışmalıyıq. Əvvəla biraz daha maşın almaq lazımdır bu oyunu. Onu mən həmişəkindən də bətər nə eləyəcəm? İndi baxaq ki, yeni güncəlləməni birinci eləyək. Ama henüz maşını alabilmek. Burada 150 minə maşın belə. Ama Allah reklam bağlayacağım iyi ya. Allah ne kadar reklam gelip oynuyorum gösterdi valla. Belki de en pahalı maşın bu da 150 min Mercedes Sprinter var. Nöqtədə güclü bir maşın gəldi. 150 min desen yok bu 250 min en pahalı bu da. Mercedes Sprinter diye bilirəm. 250 mindən bağlı maşın var ya Rabbulanın içində. Yani yeni güncelleme bu şəkildəydi. Gələn yeni bu güncelleme bu şəkildə oldu. İstədiyimiz maşınlara bir yaxında yenə də ala biləcək özümüzə. Range Rover 60 minə. Bax. Fərli pula 150 minə oyna maşın var ya bu oyunda 150 minə. Yani 150 min bax en pahalı maşın. En pahalı maşınımız budur. Yani reklam bir dəqiqə qoy da. En pahalı maşınımız bu. Ben bunu yakında alacağım diye düşünüyorum. O da yakında bir maşını sizle aşın alacağım. Bu arada yeni bir tane de Türkiye şehri diye bir şey geldi. Buraya bakın. Yeni bir Türkiye şehri. Ama ben bura Fiat Linea oynamak istəyirəm. Bir tane modifiyasına baxaq görək. Hani modifiyası qara ama ben bunun rəngini dəyişmək istəyirəm. Gerçi sarı rengi məndə bir tane maşında var. Önce demişdim sarı eləməyək. Şöyle mavi ya. Bugün hava yağışlıdır. Oradan çıxdı Allah. Felix. Gecət mənim işlərim var. Satın aldıq. Mavi renk. Mavi oldu maşınımızın rengi. İndi baxaq görək. Olaraq bugün nələr var. Onlar fiyatlı. Onlar sən də fərq etmir. Türkiye şəhəri. Baxaq indi nə tədir buralar. Hadi be açıl. Buraya bakın. Bu da xəritəzat cəhətlərə baxın. O oyunda çox dəyişdi. Yani oyun hep... Bugün hava yağışlıdır. Yani ne olar? Bir tane reklam problemi. Felix. Bu oyun. Reklam... saatdir bu nətər olsa. Da kamera. Pauzası da burası. Haydi baxaq görək maşına indi. Atlayayım hadi atlamaq lazım imiş. Geçen oyun çox dəyişdi. O ətrafa baxın. Oyun çox dəyişdi. Baxılırsa bu tərəflərdə bağlıdır. Yolun bu tərəfləri bağlıdır. Niyəsə amma mən isə baxaq çox nə təri yollar. Röy alım görüm bir dənə röy. Ya maşınımız işləri. Baxaq görək nə tərmiş şəhər. Yeni bir Türkiye xəritəsi gəldi. Ve saatimiz da burada. Bir de saat da burada. O yeni binalar falan gördüm. Ne de o şey var. Mescid zat çatıydı. Mescid. O mescid zat gördü. Ben şu haberine geçen şeyler gelsin. Ne olur. Yani girer girmez bir dakikada içine qəzaya yadım ama o dakikada reklam girir. Orada da mescid var. Ancaq məscidlərdə bu məscidlərə bax yenə nə qədər məscid cəhətlərə baxın məscidlərə. Oo bax.
Aa, burada da mı masjid var? Her yerde bir binalar var. Neler var abla, neler tatlı şeyler cəhətdə oyna. Aa, mən çox döndərdim maşını. Dur, mən çox döndərdim maşını. Allah. Mən maşını çox döndərdim. Rey alın bir dənə. Rey. Şu an çox güncəlləmə cəhətdədir. Artıq çox şey bu oyuna dəyişilibdir. Məscə buradan getmək olur, səncə yaraq. Baxaq görək. Yəni, yeni güncəlləməmiz də bu şəkildəymiş. Ya. Ora baxın, yollar, mollar. Yeni gələn hər şəhəri gəzirik. Burası bildiyin, yəni amma ki bir Türkiyə şəhəri. Yeni Türkiyə şəhəri falan cəhətdə oynadır. Burası haradır? Həmişə gəldiyim yerə biraz çox bənzəyir bura. Sanki ora kimidir. Yanında yeni maşınlar alacaq bu oyuna da. Yəni bu oyuna da işlərimiz var bizim. Car Simulator-a bir də buna içsən Ebrey ilə də güncəlləmələr gəldi da, elə deyim sən sizə. Axşamın qaranlıq oldu, hava dur işığı bir yandıraq. İşığı nereden yandıracağım ben bunun? Burası doğru ki işıq yandıran yer. Ama şu ışığı nereden yandıracağım? Bu nedir? Buradan bir de baxmaq olur və yaxşı. Yaşda bura hamıya vabraymış. İşığı yandırmaq üçün bu tərəfə girib axtara bilirsiniz. O ne şey axşam olur ora bax, havanın qaralmasına bax. Ne şey hava qaralır bu oyunda. Bax da güncəlləməyə bax. Nə tər hava qaralır görürsünüz bu oyunda. Daha istədiyimiz hər şey bu oyunda deyə bilirik da, yəni. Türkiyə oyunu. Bildiyin, yəni yeni xəritə gəlmiş durumdadır. Yəni hər yerə bir xəritə gəlir. Yeni yollar, binalar. Elə bir ki, analizə bir dənə uzun yol gedir. Çox bu yol hara gedirmiş. Yəni biraz öyrəşmək lazımdır bu xəritəyə, çünki ilk dəfə bu oyuna qarşılıqlı yollu bir şəhər gəldi. Burası yolun çöl tərəfi. Yəni belə uzun yol. Bakıya gedirəm elə bir. Ya da İstanbula. Burası səhv bir yol. Çox yerlərdə qapalılar var. Ya, qapalılar olan yerə soxmur bizi. Yeni axşam, yeni qaş qaralma effektləri. Yağış effekti cəhətdə elə bir şey, yəni bu oyunda yağış yağanda sular damlayacaq yerindən. Elə bir dənə yağış effekti zat cəhətdə. Deyim ki, əminəm ki, onları da bir gün sevə bilirik. Biz buradan girə bilirik. Təxmin eləmişdim buradan girmədiyim. Yəni doğru təxmin eləmişəm. Buradan girmək olmur. Niyə? Bu yollar bağlıdır əlli. Yəni bu yollar bəlli ki bağlı. Buralar baxış yollar deyil. Mənəm ilk yola yeni qayıdıram təzəcə. Bir qabağıma bir baxaq da. Yəni kamera biraz balacadır, nə bunlar biraz böyük. Yəni palca edir. Bunlar bu. Əlim ora bax, əlim kameradan çox palcaya dəyir. Əlim kameradan çox palcaya dəyir.
Yani bu şəkildəymiş. Yeni yolların gəlişi. Burada mən bayaq hava yollara gəlmişdim. Körpüyə gəlirik. Dur, körpü. Oyun çox dəyişdi, mən deyim. Oyun çox dəyişdi. Oyun birazcıq dəyişdi, yəni. Gəl pauziya dəydi. Bir də qalsam nədir? Mən tuşları biraz böyüt. Yapımcı. Nə olar abi? Girişləri biraz böyütsən deyirəm. Allah. Alt tərəflərə niyə X qoyulubdu canım? Ora niyə X qoyulubdu ki? Yəni ora niyə X qoyulubdu? Yolların bu tərəfindən keçdirmir. Ancaq elə bu tərəflərdə gəzmək olur. Ən çox bu tərəflərdə gəzmək olur. Yenə X var burada. Çox gəlmir olsun. Yenə burada X var. Ya bu yolların bir sırrı var. Nəsə elə saxlayaraq bu yolları açılar. Daha ki bu yolların bir sırrı var. X var niyəsə qarşıda. Yəni niyə X var ki? Sarı X'lər var. Yolun kənarında, nələrində. Bu oyun haqqında daha fərqli işlərimiz var. Yine biraz pul kasaq, yeni maşınlar alaq bu oyuna biz. Allah, mən də neçə gündən bu oyuna da girə bilmirəm. Kesin belə çox keçən işlər gələkdi bu oyuna. Ancaq səhər nə tara var, ancaq səhər nə tara o bu oyunda. Yeni xəritə gəldiyi üçün bu ona da bir göz gəzdirmək şərt. Ama bax, fərqli yollar. Gəldiyim yolların təkrar ora bax. Amma mən o yollara bayaq gəlmədim mi? Niyə bu Türkiyə yollarının, yəni niyə bu yollardan çoxsuna X yazılırdır? Yenə qabağıma çıxdılar. Deyəm, bu işin bir sırrı var, bəlli. Bəlkə bu işdə bir sır var. Yoxsa belə olmazdı. Ora bax. Nədir bu vurmalar? Bu vurmalar nədir? Bir dəqiqə şeyə baxaq şeyə. Aya. Ay falan var orada, aya baxın. Oy, aya baxın. Bu oyun nə gözəl oynatmış hə? Nə gözəl oynatdı bu. Ətrafa bax, ətrafa. Ay zat. Super, mən bu işi sevdim yəni. Mən bu oyunu çox sevirəm valla. Bu oyun sevilecek kadar değil. Ama biraz da maşın gəlsə, 07 falan gəlsə, bu oyun biraz da geçenci olar ha. Bu yolları öğrenmek lazım. Bu yolları öğrenmek lazım. Bu da səhər olma effekti. O oyunda səhər olur. Səhər olma effekti.
Yeni məscid falan gətirdilər. Məscidin də xəbəri yayınlanmış. Demişlər ki, nə bilim yeni məscid gəlir falan gətirdilər amma bir qəşəng. Bura bayaqki yolda öyle. De bax, məscidin olduğu həmin o yol. Kamera yüzündən, hamısı kameranın əlində. Kameraya aydın deyən özüm çırptım, gördün. O deyil məscidlər burada. Nömrə sonra getdi maşın, nömrə sonra getdi. Fərqli maşınlar falan. 3 dənə maşın gələtdirmişlər bu oyuna. 3 dənə. Neyse. Belə idi yəni. Bu da səhər olma effekti. Saat səhər 7 olan effektə baxın. Çıxaq buradan. Arabalarım deyim, biraz Türkiyə xəritəsi idi. Başqa xəritə gələtdi deyənə baxıram, amma başqa xəritə falan yoxdur. Yeni xəritə bu şəkildə idi. Maşının bir dənəməsini daha itirdik. Biz tapşırıq eləməyə davam edək görəvlər. Ancaq bu şəkildə biraz pul qazana bilərik. Amma bu oyunu zoom da olurmuş, zoom işarələməsi. Yəni vaxt da vermir. Yəni istədiyimiz kimi oynayıb bu oyunu günümüzü keçirdə bilirik. Allah duraq çırpası yedim yəni. Dur. Taka biraz vereyim. Parkımız olundu. 1500'e kazandım. Seviye 5'teymişəm. Yəni park görevlərini mən çox sevirəm. Park tapşırıqlarını. Neçə gündə deyim ki, bu oyuna görə bilmirdim, amma görürsünüz yenə nə təəccüb yıldıran şeylər var bu oyunda, görsən. Sən mənə necə park tapşırıqları var, bax. Trofey eləyək. Doqquzuncu səviyyəmiz. Hər park tapşırığı yoxsa bu oyunda çox asandır. Sonra təyirləyirəm, bax. Səviyyə 10. Nə qədər yarab səviyyə var bu içində? Çoxdur. Şu park tapşırıqları daha da çox eləyək. Həmişə də belə pul qazanaq.
Ya 1500 nədir? Birazdan keçən pul verir də 1500 nədir? Hamısına 1500 pul verir ora bax. Ne? Parkura baxacaq. Parkurda nələr var idi bizim üçün? İndi bir dənə parkura baxaq görək. Həm də ki biraz maşın alaq bu oyuna. Bu oyuna biraz maşınımız olsun. Dənizə düşmədən bu işi həll etmək lazım. Ay bir dəqiqə, mən coşdum, Allah. Yenə də halal ya, yenə tərk eşdim. Maşın uçur. Yenə mi bu yollar? Yenə bu yollar. Fiat da yaman maşındır ha bu oyunda. Deyim yəni Fiat da güclüdür. Fiat nədir? Fiat da güclüdür. Of, oy uçdum. Oh, qəşəng. Hər yerdə oyunda saatlar var ya, saat falan. Bu da son idi. Sonraki səviyyə. Baxacaq bu nətə parkurdur. Bunu rəhti blokçuq. Oha. Ən təhlükəli bir parkurdur bu. Bir dəqiqə. Ay düşməyin burada, düşmə lan, düşmə. Oşsa. Bu yolda mənə bir şübhə çıxdı. Arxaya verim. Keşke bu oyunu biraz, ne bileyim, kosmetik ne tər polis maşını yox. Keşke bu oyunda da belə olsaydı. İstədiyimiz maşını kosmetik 2000'de de oynada bilərdik. Abi rol dönmədi ki. Ona deyəm, bax, kontrol ayarları bu oyunda sinir bezdirir, yəni bezdirir kontrol ayarları. Yəni bu oyunda bu ayarları böyütmək var yaraq. Barmağımız mı tutmur, nəyimiz tutmur bizim yaraq. Barmaq tutmursa deyim ki, ona barmaq tutmur da. Bu tapşırıq da sonu idi. Burada da bir 3000 falan aldıq. Yəni yaxşı pulu görsən, hər gün oynasaq, hər gün içində bir qəşəng maşınlar ala biləcək özümüzə. Bundan sonra bir dənə park eləyirik da, ondan sonra video bitirəcək. Bugün yeni bir dənə güncəlləmə gördük. Bu oyunda yeni gələn güncəlləmə gördüm ki, çox gözəl güncəlləmədir o. Yəni gözəl olsa da bu oyundan da çəkirik istədiyimizi.
Kəsici yollar. Bu nədir belə? Bax, mən neçənci səviyyədəyəm. $41.000 pul. Əlimizə 41.000 puldan gəldi. Keşke oyuna bir dənə Bugatti olardı. Bugatti. Bugatti olsaydı nə tər olardı. Ay, çox yüksəyə düşdüm. Ay səni. O tərəfə bu tərəfə inəlməsin sonucu yaratmaram ki. Bu da birazdan bu tapşırığı eləyəndən sonra bitirir o bu parkur yəni. Bunu da eləyəndən sonra bitirir o. Biraz yavaşlayayım. Deyim, ancaq bizim 3 dənə maşınımız var ya bu oyunda. Demişim, buna görə deyim, biraz bu oyunda biraz maşınlar alaq. Daha çox maşın lazımdır bizə. Daha çox. Street Brino Car Simulator 2. Bu oyunlara yaman güncəlləmələr gəldi. Hansı səviyyədə oynayacağız? Bu səviyyəni də yaxınlarda oynayacaq. Bu gün də indidən gələn güncəlləməyi gördük. Arabalarım deyim. Bunun fərqli gözəl maşınlarımız var. Hələ əsas 250.000 belə 250.000. 250.000 nədir Allah? Yenə də alarıq, problem yox. 47.000. Az da hansı maşın ala bilirik? 41.000 pul var. Belə 47.000 pul var əlimdə. Səncə deyirəm nə ala bilərik biz? Bunları ala bilirik sadəcə. Bunları. Ancaq bunları ala bilirik. Görürsən burada 30 bölümdə. İncələ görüm amma maşını incələdiyim amma maşının yarafı nədir? O 33.000. Bir daha bunu incələyək. Ha maşın bəlkə bunun yaxında aldım. Çünki maşın mənim gözümə qəşəng gəldi bura. 33.000. Nə edir? Ha maşının adı nədir? Fiat. Fiat 33.000. Adı nədir bunun yaraf? Ha maşın. Adını yoruma yazsın. Mən heç maşının adlarını da buraya yazsak yarıma da. Yəni ki biz istəyəndə yox, bəzi maşınların adını yazdıra bilirik qəşəng. Bu da bizim avtobus idi. Evet aslında gözəl ki minicik bir avtobusumuz. Bugün məndən bu qədər. İnşallah yeni güncəlləməni sevdiniz. Davam edəcək bu oyuna da alınacaq bir çox maşınlarımız var əsas bunlar. Yəni bundan da alacaq bunlar nə işə yarayır. Sonraki videolarda görüşmək üzrə.